Salam değerli izleyenler. Belə bir göz sualı ilə qarşınızdayım. Burada 19'dan n'e qədər ədədlərin cəmi verilib və A ilə göstərilib. 1-dən n'e qədər ədədlərin cəmi verilib və B ilə göstərilib. B'dən A'nın çıxılmasını istəyir. B və A'nın fərqini istəyir. A cəmini gəlin birinci tapaq. Son ədəd n, üstə gələk ilk ədəd 19. Birinci mötərizədə yazdıq. Sonra son ədəd n, çıxaq ilk ədəd 19. Üstə gələk aradakı fərq. Aradakı fərq də 1-dir. Niyə? Çünki 19, 20, 21 görürük ki, 1 vahid artır. Və 2 vur aradakı fərq. Bu A cəmidir. B cəmi isə son ədəd n, üstə gələk ilk ədəd 1. Vuraq son ədəd n, çıxaq ilk ədəd 1. Üstə gələk aradakı fərq. Burada da aradakı fərq 1-dir. Çünki 1, 1 artır. 1, 2, 3 n'ə qədər. Və 2 vur 1 şəklində yazdıq. Gəlin indi B'dən A'yı çıxaq. Burada mənfi 1, müsbət 1 ixtisar gedir. B olur n vur n üstə gələk 1 böl 2 çıxaq. A olur n üstə gələk 19 vur n çıxaq 17 18 üzr istəyirəm. N çıx 18, bunu silək. Bir də yazaq, səlqəli olsun. Böl 2 şəklində yazdıq. Mötərizələri açaq. Böyük xətt çəkdim, 2 ortaq məxrəc kimi yazdım. N kvadrat üstə gələk n. Burada n'ə vuranda n kvadrat yazıram, çıxaq n kvadrat. N'yi mənfi 18'ə vuranda mənfi 18n, amma əvvəldə də mənfi var, onun üçün müsbət 18n. 19'u n'ə vuranda 19n, amma əvvəldə mənfi var deyə işarə dəyişir, çıxaq 19n. Və 19'u 18'ə vuranda, 19'u 18'ə vuranda neçə eləyir? 20'ni gəlin vuraq 18'ə 360. 360'dan da 18 çıxaq 342. Yəni bura yazmalıyam. Çıxaq 342, amma əvvəldə də mənfi var. Üstə gələk 342 şəklində yazdım. Orada 342 tam görünmədi, amma aşağıdan təkrar yazacağım. Bu n kvadratlar bir-birini aparır. 18n çıx 19n, mənfi n, müsbət n. Bu mənfi n, müsbət n də bir-birini aparır. Geriyə qalır 342 böl 2. 342 böl 2 171 deməkdir. Yəni cavab A bəndi 171. Təbii ki, bunun daha asan yolu var. Bilirsinizsə, buyurun şərhlərdə yazın.